Salam əziz abituriyentlər. Güvən nəşriyyatının 23 noyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında 10-cu siniflər üçün istifadə olunan coğrafiya suallarına baxaq. Şimali Amerika və Avstraliya materiklərinin fərqli xüsusiyyətləri. Qütb gecə gündüzlər müşahidə olunması fərqli xüsusiyyətdir, çünki Avstraliya tamamilə cənub yarımkürəsindədir. Birinci şərt bizə lazımdır. Birinci şərtin verilmədiyi variantları silirəm. Qərb hissəsi seysmik cəhətdən aktivdir şərti Şimali Amerikaya aiddir, amma Avstraliyaya aid deyil. Deməli, ikinci şərtdə fərqli xüsusiyyətdir. C variantı da silmək olar. Günəşin zenitdə olma prosesi baş verir. Hər ikisinə aiddir, çünki tropik xətti görürlər. Üçüncü şərti silirik. Sahillərin sakit okean suları yuyur. Həm Şimali Amerika, həm Avstraliyaya aiddir bu. Ərazisində fəaliyyətdə olan vulkanlar var. Söhbət Şimali Amerikadan gedir, Avstraliyaya bu aid deyil. Deməli, 5-ci şərt də doğrudur. 1, 2, 5 cavab A variantı. 2 yarımkürədə yerləşməsi isə hər ikisinə aid olan xüsusiyyətdir. 6-cı şərt də yanlışdır. Silindirik kartoqrafi proyeksiya ilə hazırlanmış xəritədə hansı ərazilərdə təhrif daha az olar? Bilirik ki, silindirik proyeksiya kürəyə ekvator boyunca toxunur və ekvatorial ərazilərdə təhriflər az olur. Deməli, 3, 4 və 6 rəqəmlərlə verilən ərazilərin xəritəsi daha dəqiq olar. 3, 4, 6 cavab D variantı. Tropik işıqlanma quşağında yerləşən coğrafi enliklər. Tropik işıqlanma quşağı iki tropikin arasında, yəni 23,5 dərəcə şimal və cənub enlikləri arasında yerləşir. Bizə lazım olan coğrafi enliklər 23,5-dən kiçik olmalıdır. Yəni 19, 3 və 11. 2, 3, 6 cavab B variantı. L-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Sakit okean tavası və Afrika tavasına aid olan xüsusiyyətləri seçəcəyik. Yalnız okean yerqabına malik şərti sakit okeana aiddir. Birinciyə 1. Həm materik, həm də okean yerqabına malik şərti Afrika tavasına aiddir. İkinciyə 2. Böyük tasvir tavasıdır şərti hər ikisinə aiddir. Ərəbistan tavası ilə həmsərhəddir şərti isə Afrikaya aiddir. Yəni birinciyə 1, ikinciyə 2, 4, üçüncüyə 3 D variantındadır. Hansı materikin ucqar cənub nöqtəsi şimal yarımkürəsində yerləşir? Bu Şimali Amerikadır. Belə ki, Şimali Amerika ekvatoru görmədiyinə görə onun ucqar cənub nöqtəsi şimal yarımkürəsindədir. Buna Avrasiya materikində aid eləmək olar. Mantia qatı ilə tam əhatə olunmuşdur. Söhbət nüvədən gedir. Doğru sıraları müəyyən edək. Suxurlar və onlara xas olan əlamətlər. Mərmər əhəng daşından çevrilmiş metamorfik suxurdur şərti doğrudur. Qranit çökmə mənşəli şərti yanlışdır. Qranit maqmatikdir. Birincinin verildiyi, ikincinin isə verilmədiyi variantları götürə bilərik. Deməli, E variantı ələnə bilər. Daş kömür üzvü mənşəli şərti doğrudur. 1, 3. Qneys bitki və heyvan qalıqlarından yaranmışdır şərti yanlışdır. Qneys qranitdən əmələ gəlir. 4-cü şərt də yanlışdır. Kvarsit maqmatik suxurdur. Əslində metamorfikdir. Qum daşından formalaşır və çay daşı tikintidə istifadə olunmuş şərti isə hamımıza məlumdur. Cavab A variantı. Şimali Amerikada yerləşən vulkanları seçək. Momotombo, Şasta və Reyner hər üçü Şimali Amerikada yerləşir. Cavab A variantı. Kamerun Afrikadadır, Etna Avrasiyadadır, Pinatubo Filippina adalarındadır, Etna Avrasiyadadır. Bir bölünsün 50 kilometr xətti miqyası verilmişdir. Yuxarıda verilmiş xətti miqyası əsasən xəritədə 30 dərəcəlik şərq uzunluğu üzrə 5 dərəcə şimal və cənub enlikləri arasındakı məsafənin neçə santimetr olduğunu müəyyən edək. 5 dərəcə şimal enliyi ilə 5 dərəcə cənub enliyi arasında 10 dərəcə var. Belə ki, 5 dərəcə şimal enliyi ilə 5 dərəcə cənub enliyi arasında ekvator var və onların arasında 10 dərəcə coğrafi enlik fərqi var. Meridian boyunca bu məsafəni tapmaq üçün 111 kilometrə vururuq, eləyir 1110 kilometr. Həqiqi uzunluğumuz 1110 kilometr, miqyasımız isə 50 kilometrdir. Çünki biz bilirik ki, xətti miqyasda sıfırın yanındakı rəqəmə və xəttin sonundakı uzunluq vahidinə baxılır. 1110 kilometri də 50
kilometre bölsək, cavabımız 22,2 eləyəcək cavab B variantı. Sönmüş vulkan müəyyən eləyək. Fudziyama fəaliyyətdədir, Taxomuka fəaliyyətdədir, Etna fəaliyyətdədir, Popocatépetl fəaliyyətdədir. Dəmavənd isə Elbrus dağlarında, yəni Xəzər dənizinin cənubunda Elbrus dağlarında yerləşir və sönmüş vulkandır. Müvafiq olaraq Mezozoy və Paleozoy eralarının geoloji dövrlərini müəyyən edək. Mezozoya aiddir Trias, Jura, Tabaşir. Deməli, A variantını və D variantını eləmək olar. Paleozoya da aiddir Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Perm. Deməli, biz B variantında Neogene görə ələyə bilərik. C variantını Paleogene görə ələyə bilərik. Deməli, Mezozoya aid olan Tabaşir və Paleozoya aid olan Daşkömür götürülə bilər. Cavab Y variantı. Kəsmə yüksəkliyi 20 metr olarsa A və B nöqtələrinin mütləq hündürlüyünü müəyyən edək. Bilirik ki, təpədə daxili horizontal, yəni zirvəyə ən yaxın olan birinci horizontal zirvədən kiçik olub kəsmə yüksəkliyinə qalıqsız bölünən ilk horizontaldır. Yəni 413-dən kiçik olub 20-yə qalıqsız bölünən ilk rəqəm 400-dür və daxili horizontalda 400 metr sayılır. A məntəqəsi daxili horizontaldan, yəni 400 metrlik horizontaldan 1, 2, 3, 4 kəsmə yüksəkliyi aşağıdadır. 4 kəsmə yüksəkliyi 80 metr eləyir. 400-dən 80 çıxanda A məntəqəsi eləyəcək 320 metr. B məntəqəsi isə daxili horizontaldan, yəni 400 metrlik horizontaldan 1, 2 horizontal aşağıdadır. Yəni 2 kəsmə yüksəkliyi aşağıdadır. Yəni 40 metr aşağıdadır. 400-dən 40 çıxanda B məntəqəsi 360 metr hündürlükdə olacaq. Deməli, cavabımız B variantıdır. Planda miqyassız şərti işarələrlə təsvir olunur. Metal körpü miqyassızdır. Planda miqyassız şərti işarələrlə təsvir olunmur. Metal körpü miqyassızdır. Üzümlük isə konturludur. Tək kol miqyassızdır. Dayanacaq miqyassızdır. Bulaq miqyassızdır. A materiki materiklər arasında ən gec kəşf olunan materikdir. Ən gec kəşf olunma şərti bu materikin Antarktida olduğundan xəbər verir. Burada bütün meridianlar keçir. Bilirik ki, qütblərdə meridianlar birləşir və Cənub qütbü Antarktidada yerləşir və onlar coğrafi qütbdə birləşir. Sahəsinə görə yalnız bir materikdən, yəni Avstraliya materikindən böyükdür. A materikini tapaq, söhbət Antarktida materikindən gedir. Doğru olmayan ifadəni müəyyən edək. İzoxəttlər üsulu ilə xəritədə hər hansı hadisə və proses xarakterizə edilir şərti doğrudur. Temperatur, təzyiq və yaxud da hündürlük izoxəttlər vasitəsilə həyatda göstərilə bilir. Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir şərti doğrudur. Areal üsulu xəritələrdə coğrafi obyektlərin yayıldığı əraziləri təsvir edilir şərti doğrudur. Hərəkət xəttləri üsulu yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir şərti adından məlumdur. Keyfiyyət fonu üsulu coğrafi xəritədə hər hansı bir kəmiyyət göstəricisinin dəyişməsini vizual əks etdirən təsvir edilir şərti isə keyfiyyət fonuna deyil, kartoqram təsvir üsuluna aid olmalı idi. Cavab Y variantı. 75 derəcə şərq uzunluğu hansı saat qurşağının orta meridianıdır? Bunun üçün biz 75 derəcə şərq uzunluğunu 15-ə bölməliyik və cavabın 5 olduğunu tapırıq. Cavab D variantı. Cədvələ əsasən doğru bəndi müəyyən edək. Bakıda 21 mart günorta vaxtıdır. A variantına baxırıq. 130 dərəcə qərb uzunluğunda gecə yarıdır. Bu doğrudur. Belə ki, hər hansı məntəqədə günortadırsa 21 mart tarixində, ondan 180 dərəcə coğrafi uzunluq fərqində gecə yarıdır və 130 dərəcə qərb uzunluğu Bakıdan, yəni 50 dərəcə şərq uzunluğundan 180 dərəcə coğrafi uzunluq fərqində yerləşir. Bu şərt doğrudur və qarşısından da doğru bənd qeyd olunub. Deməli, A variantı bizə lazım olan variantdır. Avstraliyada payız fəsli başlayış şərti doğru olduğu halda qarşısından yanlış verilib. Deməli, B variantı bizə lazım deyil. 80 dərəcə şərq uzunluğunda günəş batıb şərti yanlış olduğu halda qarşısından doğru verilib.
Bu necə olur? Əgər 50 dərəcə şərq uzunluğunda yerləşən Bakıda saat 12:00-dırsa, günəşin batması, yəni 18:00-ın yaşanması aiddir 6 saat şərqdə, yəni 90 dərəcə şərqdə yerləşən 140 dərəcə şərq uzunluğuna. Burada isə 80 dərəcə şərq uzunluğu verilib, deməli C variantı yanlışdır. Şimal qütb dairəsində günəş şüaları 23,5 dərəcə altında düşür şərti doğru olduğu halda yanlış verilib. Günəş ekvatorda olanda qütb dairələrində günəş şüaları 23,5 dərəcə ilə düşür. Günəş cənub tropik xəttində zenitdədir. Yanlış bir fikrin qarşısına doğru bənd qeyd olunub, deməli bu variant da yanlışdır. Üfüqün hansı cəhətinin azimutu qərb istiqamətinin azimutundan daha böyükdür? Qərb istiqamətinin azimutu 270-dir. 270-dən böyük olan ya şimal-qərb olar, ya da şimal olar. Burada isə bu iki cəhətdən şimal-qərb var, yəni 315 dərəcəlik azimut. Atmosfer təzyiqini ölçmək üçün istifadə olunan civəli barometr cihazı ilə həm də nəyi təyin etmək olar? Burada söhbət mütləq hündürlükdən gedir, yəni relyef mütləq hündürlük cavab C variantı. Xəritələrdə eyni zəlzələ gücünə malik olan nöqtələri birləşdirən əyri xəttlər izoseist adlanır. İzohips horizontalın başqa bir adıdır. İzobar eyni təzyiqə malik olan nöqtələri birləşdirir. İzobat eyni dərinliyə, izoterm isə eyni temperatura. Xəritə sxemə əsasən subduksiya prosesini, yəni materik və okeanın toqquşması zonasını qeyd edeyim. Burada söhbət ikinci məntəqədən, yəni C variantından gedir. Aleut novu hansı tavanın Sakit Okean tavası ilə konvergent sərhədində yerləşir? Bunun üçün bu xəttdən istifadə edək. Aleut novu Aleut adaları tərəfdədir. Deməli, söhbət Şimali Amerika və Sakit Okeandan gedir. Sakit Okean ilə Şimali Amerika cavab C variantı. 1 bölünsün 6.500.000 ədədi miqyasını izahlı miqyası çevirək. Ədədi miqyası izahlı miqyası çevirmək üçün onu kilometrlə ifadə etməliyik, ya da metrlə. Kilometrlə ifadə etmək üçün 5 sıfır silirik, yəni onu 100.000-ə bölürük. Burada 1 santimetrdə 65 kilometr cavabı qalır. 75 dərəcə şərq uzunluğunda yerləşən Bişkek şəhəri ilə Bakı şəhəri arasında yerli vaxt fərqini hesablayaq. Bakı şəhəri 50 dərəcə şərq uzunluğunda, Bişkek isə 75 dərəcə şərq uzunluğundadır. Aralarında 25 dərəcə coğrafi uzunluq fərqi var. 25 dərəcəni saata çevirmək üçün 25-i bölürük 15-ə, yəni 1 saatımız 15 dərəcədir. 1, qalığımız 10 dərəcə. Hər dərəcəmiz də 4 dəqiqə olduğuna görə onu da 4-ə vururuq, eləyir 40. Yəni aradakı vaxt fərqi 1 saat 40 dəqiqədir. Şimal tropik xətti ilə kəsişən materiklərə aid ümumi xüsusiyyətlər. Şimal tropiki ilə Şimali Amerika, Afrika və Avrasiya materikləri kəsişir. 3 yarımkürədə yerləşir şərti yanlışdır, bəlkə Afrika 4 yarımkürədə yerləşir. Mülayim işıqlanma qurşağı var. Təbii ki, əgər tropik xətt kəsirsə, deməli mülayim işıqlanma qurşağı da olacaq. Fəaliyyətdə olan vulkanlar var. Bəli, həm Şimali Amerika, həm Afrika, həm də Avrasiyada fəaliyyətdə olan vulkanlar var. Qütb ulduzu görünür. Bəli, əgər şimal tropiki ilə kəsişirsə, yəni bu materikin şimal yarımkürəsində müəyyən qədər bir hissəsi varsa, deməli qütb ulduzu da görünür. Ekvator xətti ilə kəsişir. Bu şərt yalnızca Afrikaya aiddir. Nə Şimali Amerika, nə də Avrasiya ekvatorla kəsişmir. Cavab 2, 3, 4. İcmal xəritələrin miqyası. İcmal xəritələr kiçik miqyaslı xəritələrdir. Onların miqyası 1 milyondan kiçikdir və ya rəqəmi 1 milyondan böyükdür. Belə olduğu təqdirdə bizim sualımızın şərtimizi 3, 5 və 6-cı bəndlər ödəyir. 3, 5, 6. Uyğunluğu müəyyənləyin. Seismoqraf zəlzələnin gücünü müəyyən eləyir. Deməli, birinciyə Y. Kurvimetr xəritədə əyri xəttlərin uzunluğunu ölçür, yəni ikinciyə B. Və qnomun üfüqün cəhətlərini təyin eləyir, 3-cüyə A.
Buxara şəhəri 40 dərəcə şimal enliyi və 64 dərəcə şərq uzunluğunda yerləşir. Bu şəhərlə eyni enlikdə yerləşən Pekin şəhərini arasında 3 saat 28 dəqiqə yerli vaxt fərqi var. Pekin Buxara şəhərindən şərqdədir. Pekin şəhərinin coğrafi uzunluğunu müəyyən edək. Əgər hər ikisi 40 dərəcə şimal enliyində yerləşir və Pekin şəhəri Buxara şəhərindən şərqdədirsə, Buxara şəhəri 64 dərəcə şərq uzunluğunda və Pekin şəhərinin 3 saat 28 dəqiqə vaxt fərqində yerləşirsə, Pekin şəhərinin coğrafi uzunluğunu tapmaq üçün saatı dərəcəyə çevirəcək. Yəni 3 saat 28 dəqiqədə 3 saatımızı 15-ə vuracaq, yəni 15 dərəcə eləyəcək 45. 28 dəqiqəmizə 4-ə böləcək, çünki hər dəqiqəmiz 4 dəqiqədir. Bu da eləyəcək 7 və alınan rəqəmləri toplayırıq, elədi 52 dərəcə. 64 dərəcə şərq uzunluğunun üstünə 52 dərəcə gəlsək, Pekin şəhəri yerləşəcək 116 dərəcə şərq uzunluğunda. Pekin şəhərinin coğrafi uzunluğunu tapmış olduq, 116. Buxara və Pekin şəhərlərinin yerləşdiyi saat qurşaqlarını yazaq. Baxırıq, Buxara 64 dərəcə şərq uzunluğundadır. Məntəqənin coğrafi uzunluğu verilib, onun saat qurşağı soruşularsa, onun coğrafi uzunluğunu 15-ə bölürük. Qalığımız 7,5-dən böyük olarsa qismətin üzərinə 1 gəlir. Yəni 64-ü bölürük 15-ə 4 dəfə 60. Qalığımız 7,5-dən kiçik olduğuna görə qismətə toxunmuruq. Deməli, Buxara şəhəri 4-cü saat qurşağındadır. Və 116 dərəcə şərq uzunluğunu 15-ə bölürük. 7 dəfə 105. Qalığımız 11. Qalığımız 7,5-dən böyük olduğuna görə qismətin üzərinə 1 gəlirik, eləyir 8. Deməli, Buxara şəhəri də yerləşir 8 saat qurşağında. Buxara yox, Pekin. Buxara şəhərindən Pekin və Bakı şəhərinə qədər olan ən qısa məsafə. Eyni coğrafi enlikdə yerləşən Bakı, Buxara və Pekin şəhərlərindən söhbət edir. Bakı 50 dərəcə şərq uzunluğunda, Buxara 64 dərəcə şərq uzunluğunda, Pekin isə 116 dərəcə şərq uzunluğunda yerləşir. Deməli, biz Buxara, Pekin və Buxara, Bakı arasındakı məsafələri hesablamalıyıq. Buxara ilə Bakı arasında 14 dərəcə, Buxara ilə Pekin arasında isə 52 dərəcə coğrafi uzunluq fərqi var. Deməli, 40 dərəcəli paneldə 1 dərəcə qövsünün uzunluğu 85,4 kilometrdir. 85,4-ü 14-ə vursaq, eləyəcək 1195,6 kilometr və 52 dərəcəni 85,4-ə vursaq, eləyəcək 4440,8 kilometr. Bu rəqəmlər Buxara, Bakı və Buxara, Pekin şəhərlərinin müvafiq məsafələridir. Şərtdə də yerinə qoyub yazası olsaq, Buxara, Pekin 4440,8, Buxara, Bakı isə 1195,6 kilometr. Hər kəsə uğurlar.